Göy kitabı kökəldir. Siz bütün həftəni mükəmməl, zərgər dəqiqliyi ilə qidalamanızı mükəmməl şəkildə davam elətdirirsinizsə, şirniyyatdan, ondan sonra nə bilim bu tortdan, yenə tort dedim, şirniyyatdan, tortdan, bulkalardan və s. və s. bunlardan uzaq olacaqsınızsa da və həftənin sonunda mən ağıllı uşaq olmuşam, mən bir dənə göy kitabı yemək istəyirəm, belə halal xoşun olsun. Yi, nuş olsun. Amma sən belə buradan o tərəfə yorğan böyüklüyündə bir göy kitabını qoyursan qabağına, üçünü, dördünü yeyirsənsə də, bu düzgün deyil. Və sən bununla paralel qidalanmanda heç bir korreksiya eləmirsənsə də digər günlərdə şirin çay, nə bilim kola, mola, hel, mel, bizon belə şeylərdən istifadə edirsənsə də sözsüz ki, bu həyat tərzinə uyğun şəkildə o qutab da əlavə bir kalori verəcək sənə. Qutab yox əslində həyat tərzi səni kökəldəcəkdir. Belə.